Salam dostlar, necəsiniz? İlk öncə deyim ki, qeydiyyat linki profilin açıqlama bölümündə və yorum hissəsində var. Hələ də bu saytdan istifadə eləməyən varsa, həqiqətən istifadə eləsin. Çox gözəl saytdır. Yəni orada sizə sorğular verir, sorğulardan iştirak edib pul qazanırsınız. Əlavə də olaraq onu deyim ki, kim qeydiyyatdan getsə axıra kimi getsin. Sona qədər, yəni sona qədər cimaiz təsdiqləyənə qədər gedin ki, siz orada 2 qəpik pul götürsün. Yəni onu tamamlayın. Nə bilim sual verir. Məsələn tutaq ki, neçəncisən, harda işləyirsən, belə suallar verir. Onları tamamlayın. Tamamlayın ki 2 qəpik sizin balansınıza otursun. Qeydiyyat linki yəni deyirəm, paylaşmışam açıqlama bölümündə, bir yorum hissəsində var. Burada yəni yatırım etmirsiniz. 1 qəpik belə yatırım etmirsiniz. Baxın məndə 27 manatım var. 27 manat 30 qəpik var. Yəni bunu hələ ki kontur kimi çıxarda bilirsiniz. İndi mən məsələn 10 manatlıq çıxarış vermişəm. Bir dəfə 10 manat çıxarmışam, yenə çıxarış vermişəm. İndi o da ki 14 iş gün ərzində təsdiqlənir. İndi birazdan təsdiqlənəcək yəqin ki. Baxın sorğular gəlir. Bax burada sorğu görürsünüz, yazıb hələ sizin üçün yeni sorğu anketi hazırlayırıq. Hələ yoxdur. 1-2 həftədə də bir gələ də bilər. Yəni sorğudur. Sonra Telegram kanalına qoşulursunuz, oradan əlavə pul da gəlir sizə. Aktivləşdirirsiniz, əlavə pul da gəlir. Yəni sorğularda sizə 20 qəpik də gələ bilər, 30 qəpik də gələ bilər, 1 manat da gələ bilər, 2 manat da ola bilər. Sadəcə biraz səbirlə gözləyirsiniz, sorğularınız gəlir. Əlavə olaraq dost dəvət edib qazana bilirsiniz. Dostunuzu gətirirsiniz, yəni üzərinə belə vurdunuz. Deməli, dostunuzun linkini bir də kopyalayırsınız, atırsınız dostlarınızda. Oradan da əlavə sizə belə deyim, gəlir, yəni pul gəlir əlavə. Yenə deyirəm, qeydiyyatdan keçənlər mütləq sona kimi gedin, mütləq. Çünki sona kimi getməsəz, oradan siz 2 manatı götürə bilməyəcəksiniz. Cimalizi təsdiqləməniz mütləqdir. Yəni cimalizi yoxlayırsınız, orada sizə kod gəlir, onu da ki təsdiqləyirsiniz. Sonra əlavə olaraq rentik var burada. İndi o bu tam nəyə görədir? Beləsini göstərir, bərabərdir. Belə oxuyub özünüz görəcəksiniz. Burada qaydalar yazır, hamısını yazıb burada. Yenə deyirəm, bura yəni 1 qəpik belə pul qoymursunuz. Qəti pul qoymağa ehtiyac yoxdur. Balansa girirsiniz, baxın vəsaitin çıxarılması üçün. Gəldim bura. Baxın. Bir dəfə çıxarmışam pul, bax işləndi olmadı. Yəni də olmadı çıxarış vermişəm. Yəni yenə deyirəm, bu kontur kimi gələcək. Kontur kimi balans. İstədiyiniz adamın kontur kimi göndərə bilirsiniz. AZSL nömrəsi olsun, Baksel olsun, NAR olsun, fərqi yoxdur. Kontur kimi çıxarış edə bilirsiniz. Yəni də valla əladır. Yəni biri var ki, kontur pul vurasınız, biri var ki, yəni buradan rahat sorğularda iştirak edib pulunuzu qazanırsınız və kontur kimi atırsınız. Yəni megabayt götürürsünüz və yaxud da ki, onu sata da bilərsiniz. Və məsələn belə bir qayda deyim. Tutaq ki, 10 manatda minimum çıxarış. Dostunuza, tanışınıza deyirsiniz ki, məsələn, mənə nə bilim 8 manat ver nağd, məsələn 10 manatı kontur verirəm. O da razılaşırsınız, 8 manatı nağd götürürsən, tutaq ki 10 manat çıxarış edirsən, 2 manat əlavə gedir ora. Deyək ki, məsələn 14 gün ərzində yüklənəcək kartı var da, yəni kontur kimi yüklənəcək balansı var. Elə də elə bir pul götürə bilərsən. Mən eləsini eləmişəm. Yəni bu saytın özəlliyi odur ki, bura 1 qəpik belə yatırım eləmirsiniz. Yatırım eləməyə belə yer yoxdur burada. Yəni depozit eləmə, pul qazanım, pul gəlsin, belə bir şey yoxdur. Sonra əlavə olaraq digər paylaşımlarıma baxın. Orada məsələn Nerd Domino oyunu var, oynayıb pul qazana bilərsiniz. Nə bilim taksi oyunu var, orada onlayn 3 ildir işləyir, oradan əlavə qazanc eləyə bilərsiniz. Onları bəzilərinə yatırım lazımdır, istədiyiniz asılı. Siz yatırım eləyin, istər eləməyin. Trombik oyunu var, o da ki 5 ildir arısa istifadə edirəm. Digər saytlar var, yəni əlavə baxın, görəcəksiniz. Kimsə nə sözü sualı olsa yaza bilər. Əlavə olaraq TikTokda jeton alanlar, ən ucuz jetonları məndə linki var, baxın, görəcəksiniz orada. Orada var linki. Qeyddən keçirsiniz, 1000 jetonu 17 manata, 18 manat arası belə alırsınız. Ya da dolların qalxım düşməyi nasıl? Dollar düşsə daha ucuz alırsınız, qalxsa biraz baha alırsınız. Amma jeton satanlardan qat-qat sərfəlidir. Jeton satanlar 1000 jetonu 20-22 manat satır. Kim nə sözü sualı olsa yaza bilər, ətraflı məlumat verməyə hazıram.